Bakı-Tiflis-Qars çox çətin relyefdən keçdiyinə görə mürəkkəb bir layihədir. Bu istiqamətdə böyük işlər görülür. Yollar partladılıb və materiallar daşınıb. Qarla dalaşa-dalaşa işləyirik, çünki qar bizə imkan vermir. Bu, dəmir yolunda ən etibarlı sistemdir. Axalkalaki stansiyası Qafqazın ən böyük dəmir yol kompleksidir. Və bugünkü gün layihə tam bitib. Bakı-Tbilisi-Qars dəmir yol xətti qədim İpək yolunun Polad magistrallar üzərində bərpasıdır. Bu xətt Azərbaycanın sərmayələri sayəsində illik yük ötürmə gücü 5 milyon tona çataraq regionun əsas nəqliyyat arteriyasıdır. Bəs ötən əsrin sonlarında qeyri-real görünən BTQ dəmir yolu xətti necə gerçəkləşdi? Türkiyə, keçmiş Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycana dəstəyini göstərərək Ermənistan ilə sərhədini bağladığı üçün Qars-Gümrü-Tbilisi dəmir yolu xətti fəaliyyətini dayandırdı. 1993-cü ilin iyulunda ilk dəfə Azərbaycan və Türkiyə arasında Gürcüstan üzərindən yeni alternativ dəmir yolu xəttinin çəkilişi müzakirə olundu. Nəhayət, 2005-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı birgə bəyanat imzaladı. Lakin həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidirdi. Azərbaycan bu mega layihənin gerçəkləşdirilməsində əhəmiyyətli addım ataraq Gürcüstan hissəsinin tikintisi üçün rəsmi Tbilisiyə kredit ayırdı. Beləliklə, 2007-ci ildə Tbilisidə layihənin tikintisinə dair saziş imzalandı və noyabrda Gürcüstanın Maravda məntəqəsində dəmir yolu xəttinin təməli qoyuldu. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməl qoyma mərasimi keçirildi. Bunun analogu yoxdur. Bu həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıq, eyni zamanda real layihələrin həyata keçirilməsi baxımından çox önəmlidir. Həmin il baş vermiş Rusiya-Gürcüstan müharibəsi layihənin həyata keçirilməsini yubatdı. 2017-ci il 27 sentyabrda Ələtdə keçirilən təntənəli mərasimdə BTQ dəmir yolu xəttinin açılışı elan edildi. Nəhayət, xətt üzrə ilk sınaq qatarı Türkiyəyə yola salındı. Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirlər ki, bunun reallaşması mümkün deyil və bunun reallaşması üçün lazım olan texniki və maliyyə vəsaiti və imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi ki və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz olan yerdə, qarşılıqlı dəstək olan yerdə, bir-birimizə olan inam olan yerdə bütün işləri görmək mümkündür və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Zəhmətlə yeyilən acı soğan, minnetle yeyilen baldan şirindir derler. İşte bu proje zahmetle, özveriyle, alın teriyle hayata geçildiği için gerçekten çok kıymetlidir. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın, 263 kilometri Gürcüstanın, 79 kilometri isə Türkiyənin ərazisindən keçir. ilin may ayının 23-də layihə üzrə yolların genişləndirilməsi və modernləşdirilməsi məqsədi ilə yük daşımalar müvəqqəti olaraq dayandırılmış və tikinti işləri sürətlə davam etdirilmişdir. BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsi üzrə işlər 5 mərhələdən ibarətdir. Maravda Tetriskaro, Tetriskaro Tsalka,
Tsalka Axalkalaki, Axalkalaki Kartsahi və Axalkalaki kompleksi. Birinci mərhələ olan Marabda Tetriskaro dəmiryolu xətti üzrə 3 dəmiryol stansiyası, 2 dartı yarım stansiyası, 4 sərnişin platforması. İkinci mərhələ olan Tetriskaro Tsalka dəmiryol xətti üzrə 3 dəmiryol stansiyası, 2 dartı yarım stansiyası və 3 sərnişin platforması. Üçüncü mərhələ olan Tsalka Axalkalaki dəmiryolu xətti üzrə 4 dəmiryol stansiyası, 3 dartı yarım stansiyası, 4 sərnişin platforması. Dördüncü mərhələ olan Axalkalaki Kartsahi dəmiryolu xətti üzrə yenidən qurma işləri, bir dəmiryol stansiyası və sərnişin platformalarının təmiri və tuneldə tikinti işləri uğurla tamamlanıb. Bununla yanaşı, Axalkalaki kompleksinin tikintisi layihənin 5-ci və əsas mərhələsini təşkil edir. Axalkalaki kompleksinin özü böyük bir kompleksdən ibarətdir ki, orada 110 hektar ərazidə yerləşir və 109-dan artıq bina tikililər mövcuddur. Arabacıq yollarla bir yerdə 55-16 kilometr ümumi yolun uzunluğu var. 110 yoldan 56 yol 1520 izli, yəni milli standarta uyğun yoldur və 54 yol isə 1435 mm izli olan Avropa yoludur ki, bu yollarda nəzərdə tutulan bütün işlər başa çatdırılmışdır. Другие объекты есть у нас, специальные здания. Burada yük vaqonlarının qaldırıldığı və təkər cütlərinin Avropa iz ölçülərinə uyğunlaşdırıldığı xüsusi bina var. Stansiya Axalkalaki Onu da qeyd edim ki, Axalkalaki stansiyası Qafqazın ən böyük dəmiryol kompleksidir. наши основные работы укладывают. Əsas işimiz dəmir yolu xətlərinin çəkilməsi idi. Aparılan kosmetik işlər də artıq yekunlaşıb. Mən 13 ildir artıq dəmir yollarında çalışıram. 11 ildir BTK layihəsində çalışıram. BTK layihəsi istər relyefinə görə, istər iqlim şəraitinə görə, istər layihənin genişliyinə görə ümumiyyətlə çətin bir layihədir. Buranın relyefi çox mürəkkəbdir. Ən kiçik hündürlük 400 metrədən 2200 metrəyə kimi qalxır dəniz səviyyəsindən. Qayalıq ərazidən keçən yollarda yarma işləri görülür və bu partladıcılar vasitəsilə yollar partladılıb və materiallar daşınıb. Eyni zamanda dolğu olan hissələri də olub. Suxurları çox mürəkkəbdir, qayalıq materialdır. Topografların işi mürəkkəb və çətin olsa da, eyni zamanda məsuliyyətlidir. Gördüyümüz iş dəqiqliyi millimetrlərlə ölçülür. ...47 ildir dəmir yolçuyam. Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti ilə bağlı bu layihəsində mənimlə bərabər ümumiyyətcə bütün dəmir yolçularının zəhməti çox böyükdür. Tikinti işində lazım olan materialların sağ-salamat mənzil başına aparıb getmişik. Bu mənzillər 36 mini eniş yoxuşu olduğu üçün burada qatarın aparıb gətirmə üsulu başqadır. Hər maşinist o işi başarmır. Yəni o təlimi almalıdır, o təlimdən keçməlidir. Ona görə ona öyrədilmiş maşinistlər işləyir. 2008-ci ildə maşinist işləyirəm. Son 5 ildə bu layihədə çalışıram. Əvvəllər də çalışmışam. Maşinist işləmək çox məsuliyyətli bir vəzifədir. Yola 2 nəfər çıxırıq. Bir maşinist köməkçisi. Vətənimdən, Azərbaycanımdan uzaq düşsəm də belə bir yerdə çalışmağım çox xoşdur mənim üçün. 4 evladım var, tez-tez danışıram, görüm nə edirlər, dərslərini oxuyurlar, hardadılar, necədirlər. Alo, necəsən ana? Sən necəsən? Yaxşıyam, sağlıq, salamatçılıq. Birazdan yola çıxacağam, ona görə həl-əhval tutdum, diyorum, nə edirsiniz, necəsiniz? Sağ ol, Allah köməyin olsun. Sağ ol, çox sağ ol. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Gürcüstandan keçən hissəsində müşahidə olunan sərt iqlim və bəzi yerlərdə dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşən əlverişsiz relyefə baxmayaraq intensiv iş rejimi quruldu. Sərt iqlim dedikdə
Burada hətta Sibirlə müqayisə oluna biləcək hava şəraiti, bəzən 30 dərəcəyədək soyuyan şaxtalı hava nəzərdə tutulur. Ну, тогда ты подожди на станции Полка. Bura ən küləkli, ən sərt iqlimi olan bir sahədir. Yəni burada həm külək, həm qar güclü olduğuna görə yolun tam mühafizəsini təmin etmək üçün çəpərlənmə qurğularının quraşdırılması, qaleriya tipli qurğunun quraşdırılması işləri yerinə yetirilib ki, bu da qış vaxtı yolun qardan mühafizə olunmasını təmin edir. Təyin olunur külək hansı istiqamətlərdə və harda. Onun əsasında da bu gördüyünüz kimi çəpərlənmə işləri bu qaydada qurulur. Burada əlavə olaraq bu qaleriyaların quraşdırılması işi yerinə yetirilibdir. Qaleriyalar ümumiyyətlə 4 dənədir. Onların ən uzunu 1167 metrədir. Onlardan ən kiçiyinin də uzunluğu 300 metrəyə yaxındır. Qış aylarında 10 günlərlə, həftələrlə avtomobil yolları bağlı olur. Qarın yığılması hardasa da 3 metrə, 4 metrədən hündürə çatır. Yeganə dəmir yoldur ki, mütəmadi olaraq yolun qardan təmizlənməsi işlər də aparılır və bunun səbəbindən də bizim dəmir yolu qatarların buraxılması üçün işlək vəziyyətdə olur. Biz səfərə çıxanda müəyyən kilometrajlar ki var, orada olur qarlar, qar çox olur, həmin yeri külək doldurur. Bizə də məlumat verirlər, biz də gedirik, o yolu açırıq ki, qatarların hərəkətində problem olmasın. Demək olar ki, 6 ay burada qış olur. Qar yağdısa, aylarla burada qar yerdə qalır. Dəfələrlə bizim topoqraflar bu yolları piyada keçiblər. Bəlkə də 10 dəfələrlə piyada biz, şəxsən mən özüm də keçib yetmişəm. Və bununla biz fəxr edirik ki, bu işi, bu çətin işin öhdəsindən gələr. ...2023-cü ildən aktiv şəkildə həyata keçirilən yenidən qurma işləri çərçivəsində Bakı-Tbilisi-Qarsın Gürcüstandan keçən mürəkkəb coğrafi relyefə malik sahəsində yol təsərrüfatı sağlamlaşdırıldı, ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından işlər yekunlaşdırıldı. Modernləşdirmə işləri tamamlandıqdan sonra 2024-cü il mayın 20-sində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük Türkiyə yola salındı. Modernləşdirmə işləri çərçivəsində rəqəmsallaşma əməliyyatlarına xüsusi önəm verilib, bütün dünyada geniş istifadə olunan və ən etibarlı mikroprosesor mərkəzləşdirilməsi sistemi yaradılıb. Biz hazırda bütün stansiyaların idarə edildiyi elektrik mərkəzləşdirmə postundayıq. Növbətçi otağındakı monitorda işarələr, siqnallar, rels zəncirləri, qatarların keçidi, qəbulu və yola salınması, eləcə də manevr prosesləri ilə bağlı bütün işlər öz əksini tapıb. 2 növbətçi var. Növbətçilərdən biri Avropa, digəri isə yerli iz ölçülərinə uyğunlaşdırılmış reyslərə nəzarət edir. Mikroprosesor mərkəzləşdirilməsi sistemi barədə də danışmaq istərdim. Belə ki, növbətçi hansısa marşrut üzrə qatarı göndərib və ya qəbul etdikdə, bu məlumat müvafiq strukturlara yönləndirilir. Məsələn, hansı işıqforun nə zaman işə salınması, lazımi işarələrin vaxtında verilməsi kimi proseslər buradan idarə olunur. Qatar stansiyaya daxil olur. Qeyd edim ki, bu məlumat tam şəffaf şəkildə göstərilir. Sistem çox etibarlıdır və səhv etmə ehtimalı minimaldır.
Sistemə texniki xidmətin göstərilməsi üçün çoxlu sayda mexanikin cəlb edilməsinə ehtiyac yoxdur. Məhz bu sistemin ən etibarlı olması onun bütün dünyada geniş istifadəsinə gətirib çıxarıb. BTG layihəsi təkcə iqtisadi inkişaf üçün deyil, həm də bölgədəki siyasi və mədəni əlaqələrin möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanlı və gürcü mütəxəssislər, mühəndislər, işçilər bu layihənin müxtəlif mərhələlərində birgə çalışaraq ən çətin şəraitdə belə müvəffəqiyyətlə tapşırıqları yerinə yetiriblər. Bu layihə həm də Qafqaz regionunun geosiyasi və iqtisadi baxımdan daha da güclənməsinə töhfə verir. Bu xalqlar dostluğu layihəsidir. Çünki üç ölkəni Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Biz uzun müddətdir ki, birlikdə işləyirik. Azərbaycandan çoxlu dost qazanmışam. Bütün bayramları birlikdə qeyd edirik. Artıq dost yox, qardaş kimiyik. Asti vaxtlarımızda futbol oynayırıq. Bizə həmişə fiziki hazırlıq lazım olur. Gürcülərlə qarşı Azərbaycanlılar, eyni zamanda Gürcüstan-Azərbaycan, yəni bizim daxili işçilərimizlə bir yerdə oynayırıq. Artıq bizim futbol fasiləmiz bitdi. Biz getdik. Çox sağ olun. Uşaqlar, başlayaq! Dəmir İpək yolu adlandırılan bu xətt həm də Avro-Atlantik məkanda Azərbaycanın nəqliyyat tranzit qovşağı kimi mövqeyini gücləndirir, ölkəmizi şərq-qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevirir. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi orta dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTG-ni dəhlizin əsas yük daşıma arteriyalarından birinə çevirməkdir. Azərbaycan dəmir yolları Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa, yük daşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır. Tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və böyük vəsait biz əldə edəcəyik. Və əlbəttə ki, bu layihənin bir də demək istəyirəm ki, həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım almadıq, heç bir kredit almadıq, daxili imkanlar hesabına bu yolu tikdik və bugün istifadə veririk. Yük daşımalara yenidən start verilib. İstər Orta Asiyadan, istərsə də Avropa istiqamətindən yüklərin bura cəlb olunması üzrə işlər aparılır. Marabda Kasaxi sifarişçi şirkəti və Azərbaycan Dəmir Yollarının müvafiq törəmə şirkəti ilə birlikdə birgə müəssisə yaradılmışdır və qeydiyyatdan keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan-Gürcüstan birgə müəssisəsi layihənin səmərəli idarə olunması üçün yaradılıb. Müəssisənin fəaliyyəti üçün lazımi şərait mövcuddur. Bütün bu görülən işlərin nəticəsi orta dəhliz üzrə yük daşımaların artırılması, yük daşımaların təhlükəsiz və qısa müddətdə ünvanına çatdırılması məqsədi daşıyır və bu məqsədlə də layihədə nəzərdə tutulan bütün işlər həyata keçirilir. 2023-cü ilin may ayından mən bu layihəyə qoşulmuşam və bugünkü gün layihə tam bitib və mən də bu işdə iştirakçı olmaqdan qürur duyuram. İlk qatar
keçəndə bizim sevincimizin həddi-hüdudu yox idi. Aparılmış işlər bir daha onu təsdiq eləyir, göstərir ki, Azərbaycan hökuməti öz qarşısına qoyduğu, yəni vəzifəni sona çatdırdı, bitirdi. Bakı-Tbilisi-Kars dəmir yolunun artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra ikinci böyük əfsanə olan Bakı-Tbilisi-Kars dəmir yolu Azərbaycan dövlətinin möhkəm iradəsi və qətiyyəti ilə gerçəkləşdi. Bu layihə yalnız iqtisadi inkişafı deyil, həm də bölgə dövlətləri arasında əməkdaşlığı artırmağı hədəfləyir.